Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Vessalatu vesselamu ala nebiyyina Muhammed ve ala alihi ve ashabihi ecmaîn. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Değerli dinleyiciler, bugünkü mevzumuz şeytanın sancması. Nedir bu? Değerli Müslümanlar, şeytanın sancması, şeytan dediğimiz bizim əzəli düşmənimiz. Hələ biz yox idik. Hələ bizim planımız hazırlanırdı ki, insan məxluqu yaranacaq, o xəbisin bizə qarşı çıxması və sonucunda bizimlə əlaqəli Allah ilə arasının pozulması və nəticə olaraq Allaha söz verməsi ki, mən bunların heç birini aman verməyəcəyəm ki, sənin haqq yolunla gələ bilsinlər. Və Rəbbimiz də o məlunu qovarkən, o Allahdan bir imtiyaz istədi, bir qarşılıqlıq istədi ki, Allahım, mən sənə bu qədər ibadət etmişəm, sənə qulluq etmişəm. Allahım, bir halda ki, insana görə aramız pozuldu, o zaman mənə bir fürsət ver. Nə istəyirsən? Mənə insanlara müəyyən müdaxilə etmə, onların beyinlərində müəyyən həvəs oyatma icazəsi ver. Və ona verildi. Bu icazə ona verildi və düşmənçilik başladı. Və biz unutmayaq, şeytana kimi istəyirsən götür apar cəhənnəmə deyilməmişdir. Şeytana ancaq, bax, bugün də haqqında danışacağımız bu cür fürsət verilmişdi. Hücum etmə, ətrafında bir görüntü yaratmaq, bu daha yaxşıdır, görüntüsünü yaratmaq. Bunu eyləsən, keyf edərsən, fikrini oyatmaq, vəsvəsə vermək, ağlına fikirlər gətirmək, yalnız budur. Şeytanın səni tutub da bir günaha doğru aparma şansı yoxdur. Ancaq fikir oyadır. Yəni, sənə ancaq təklif edir, reklam edir, həvəsləndirir. Bunlardan birinin də adı, yəni şeytanın o silahı ki var, o silah ilə bizə hücum edir. O silahlardan birinin də adı həməzə. Həməzətuş şeytan, həməzətuş şeyatin deyirlər ona. Ki, Qur'an-ı Kərimdə də bu keçmişdir. Ki, onu Müminun surəsindən oxuyacaq və eşidəcəksiniz. Deməli, şeytanın silahlarından biridir həməzətuş şeyatin. Həmzə sözü nə deməkdir? Bunu bilək ki, düşmənimizin silahını bilək və ona qarşı aparacağımız mübarizədə güclü olaq. Hele ona görə möminlər güclüdür də, dəyərli insanlar. Filosoflar var, alimlər var, dünya çapında məşhur insanlar vardır. Amma şeytanın silahını bilmədiyinə görə, həyatını izlədikdə görürsən ki, bu qədər elmli olmasına rağmen şeytana məğlub olmuşdu. Çünki şeytanın silahını tanımamışdı. Silahı tanımaq lazımdır, dəyərli insanlar. Silahı tanımasan, görmədiyin halda və hücum edəcəksən düşmənə qarşı, düşmənin də səni məhv edəcək. Milyonlarla da düşmən getsə, rəqibə qarşı silahını bilməsə məhv edəcək onu. Ona görə də həməzətuş şeyatin şeytanın sancması deməkdir. Sözün lüğəti mənasına bir diqqət eləyək. Arabcadan çevirmədə şeytanın sancması, dürtməkləməsi. Baxın, sancma, dürtməkləmə nədir? Sancma insanı öldürmür. Arı sancdı və yaxud da ki, ilan sancdı. Onun sancması əlin kəsilməsi kimi deyil. Yəni, bir insanın ayağı kəsilsə, üzülsə, o qorxuncdur. Amma
o qədər də qorxunc deyil. Qanaxma olacaq. Kəsiyi bir təhər saxlayacaqsan, ayaqda yaşayacaqsan. Amma bir həşarət insanı sancır, bir sancı hiss edirsən. Aha, nəsə batdı mənə. Heç fəlakət də olmadı. Amma onun zəhəri bədənə işləyəndən sonra, dəqiqələr sonra, saatlar sonra həmən yerdə abartmalar gedir, şişmə gedir və ondan sonra həmən insanın saat sonra rəngi dəyişir və üzü qızarır və ona deyirlər, bu alergiya keçirdir deyəsən. Nəsə olub və beləcə bu ölümlə belə nəticələnə bilir. Və yaxud da ki, bir orqan sıradan çıxa bilir. Deməli, sancma kəsmədən qorxuncdur. Düşmən ayağını kəssə, bu o qədər də qorxunc deyil. Amma sancma ki var, hiss etmirsən, bunun sonra fəlakəti ölümlə nəticələnir. Bax, şeytanın da silahlarından biri həməzatuş şeytandır. Şeytan kənardan gəlir, bir sancı batırır sənə. O sancını biz nədə hiss edirik? Qəflətən beynimizdə fikir oyanır. Bu adam niyə mənə baxıb gülür? O səni sevir gülür, sevgidən gülür. Sən isə içində qəflətən bir fikir oyanır. Bu mənə niyə gülür? Deyəsən mənə istehza edir. Nə bilim, saçımının düzümünə baxır, belə gülür. Geyimimə baxır. Yoxsa mənim maddi durumuma gülür. Bax, bu şeytanın sancmasıdır. Şeytan sancıb səni, zəhərini yeridib sənə. O zəhər sənə alergiya verir. Yəni pis fikirlər oyadır səndə. Bu ən qorxunc silahlardan biridir. Qarşı səni sevir, sən isə içində ona nifrət formalaşdırırsan. O sənə yaxınlaşmaq istəyir, sən onu özündən qovmaq istəyirsən. Və bunun nəticələri biz bugün dünyamızın bərbad olmasında ən böyük silahdır. Dəyərli müsəlmanlar, dəyərli insanlar. Bugünün ən böyük problemidir. Bir ailədə səni sevərək səni alan ya kişi ya qadın, səni sevərək səninlə ailə qurdu. Səni sevərək anan gedib bir evinə gəlin gətirdi. Ya da atan gedib evinə bir gəlin gətirdi və yaxud da ki, bir oğlana öz qızını, həyatını verdi ki, mənim övladıma sahib çıx. Yəni, hər iki tərəfə aiddir. Bax, şeytanın sancmasına insan bütün işini gücünü atıb, küçədən keçən naməhrəmi daha çox sevir, həyat yoldaşından çox. Küçədə tanımadığı bir insanı daha çox hörmət edir, doğma övladından çox. Bütün bunlar şeytanın sancmasıdır. Şeytan sancıb, ən yaxın adamını ona uzaq göstərir. Neçə dağılmış ailələrin nədən dağıldı araşdırmasının nəticəsi o mənə xəyanət elədi. Nə elədi? Onu başqası ilə danışanda görüblər. Misal üçün, bir qadın öz həyat yoldaşı üçün deyir. O, başqası ilə telefon danışığında gördüm, eşitdim, tutdum onu. Bəli, bu nöqsandır, bu günahdır. Sonuc olaraq ailə dağılır. Həmən telefonunda danışmasını qəbul eləməyən bir qadının özü ondan sonra daha böyük günahlara düşür. Nəticə nə oldu? Bax, şeytanın sancması budur. Sən bir günahı, yəni o da günah idi, amma onu gör nə ilə əvəz elədin? İndi sənin sonucun nə oldu ki? İndi sən nə yaşayırsan ki? Sənin yaşadığın indi namusdur, qeyrətdir. Yox, hələ ikiz də eyni adam oldunuz ki, nəticə etibarıyla. Qazanan kim oldu? Sancan şeytan. Dəyərli insanlar, bu iş o qədər qorxuncdur ki, şeytan sancması. Təsəvvür edin, bizim övladlarımız öz əlimizlə övladlarımızın əllərindən tutub marketlərə aparırıq. Baxın, şeytanın sancmasına, oranın bütün xeyirli var olanları, zaten orada xeyirli şeylər az olur, hamı kənarlarda qalıb, özdə ən ucuz yerlərə qoyulub. Ən xeyirli məhsullar ayaq altına qoyulub.
ən zərərli məhsullar yuxarı gözlərdə və bəzəkli kağızlarda övladlarımızın barmağını uzadıb ata, baba, onu istəyirəm deyə zəhərləri alması ilə nəticələnir. Bütün bunlar şeytandır. Bütün bunlar şeytanın sancmasının nəticəsidir. Zərərli işləri sevirik, xeyirliləri kənara qoymuşuq. Zərərli insanlarla dostluq edirik. Xeyirli insanlara, o mənə bu sözü dedi, acığım gəldi, onunla qırıldım, deyirik. Halbuki o sənin dostun idi. Heç niyə daha özümüzü çətinə salırıq? Dərslərimiz. Dərslər. Yarım saatlıq dərslər üçün şikayət olunur. Xahiş edirik onu biraz qısalt. Xahiş edirik 5 dəqiqəlik dərslər yoxdur. 5 dəqiqəlik dərslər olsa daha yaxşı olar. Amma saatlarla əxlaqsız filmlərə baxır. Saatlarla çılpaq qadınların, çılpaq oğlanlarla apardığı bir ailə dramı olsun, fərq etməz. Filmdir, ailədən söhbət gedir. Amma orada hamısı naməhrəmlərdir sənə. Saatlarla ona baxmaq xoşdur. 20 dəqiqəlik dərs isə fəlakətdir. Bütün bunlar şeytanın sancmasıdır. Çünki sənin qarşına çıxarkən sənə bunu göstərir. Yarım saatlıq buna qulaq asacaqsan, ötür. Ötürə, bəlkə də yarım saat ötürürsən. Yəni, hələ boşa geçdi zaman. Və yaxud da ki, sənə zərəri olacaq bir video sarxlar sənin üçün daha maraqlı olur. Deməli, bunu sənə daha maraqlı göstərən şeytanın sancmasıdır. Şeytan səni sancıb, məni də sancıb, hər birimizi sancır. Çünki hər birimizin həyatda sancılmadan etdiyimiz xətalarımız vardı. Birisi din sahəsindədir, birisi ailə zəminindədir, birisi yemək mədəniyyətindədir, birisi geyim mədəniyyətindədir. Hər birimizi bir yerdə sancıb. Soyunmaq daha xoşumuza gəlir geyinməkdən. Yəni, bir məktəblinin İslam əxlaqına, milli mentalitetimizə uyğun geyinib məktəbə getməsi qıcıq yaradır, amma bir övladın soyunub da məktəbə getməsi bütün diqqətləri üzərinə çəkərək bu mədənidir, bu Avropa sayağı övladdır, uşaqdır və çox tərəqqilidir deyə onun üzərində sevinç baxışları və bizim o biri övladımızı kədərləndirir. Bax, bu seçimlərin hər birində şeytanın sancması vardır. Bu o qədər qorxuncdur ki, Rəbbimiz Qur'an-ı Kərimdə öz rəsuluna təsəvvür edirsənmi, Muhammed sallallahu aleyhi və səlləmə belə bir ayə indirmişdir. Əuzu billahi minəşşeytanirracim. Qul Rabbi əuzu bikə min həməzətişşəyatin və əuzu bikə Rabbi ən yahdurun. De, ey Resulum, de, yəni sən də de, ümmət də desin, bütün insanlıq desin, ey Allahım, şeytanın sancmasından sənə sığınıram. Deməli, şeytan, rəzil, elə sancır ki, sən hiss etmirsən ki, məni şeytan sancdı. Hiss etmirsən, sən qəflətən düşünürsən, bu xoşuma gəlir. Vəssalam, düşdü başına. Başına düşdü və buna ədəbiyyatımızda cürbəcür gözəl sözlər qoşurlar ona. İlk baxışdan vuruldu, aşiq oldu. Təsəvvür edirsiniz, bunu gözəl göstərir. Bunu gözəl göstərir. Halbuki bunun altında şeytan sancması var. Bundan dastan yazmazlar. Dastan yazırlar Yusif və Züleyxadan. Yusif və Züleyxadan yüz minlərlə şairlərimiz şeir yazıb. O şairlərin özünü də şeytan sancmışdı. Züleyxa Yusifi sevməkdə haqlı idi. Züleyxanın həyat yoldaşı var idi. Nə olsun Yusif peyğəmbərdir ki? Nə olsun Yusif ədalətli insan idi ki? Məgər Züleyxanın onu sevməsi doğruydu mu? Xeyr, doğru değildi. Gör şeytan bizi necə sancıb ki, eramızdan qabaq baş vermiş hadisədən düzgün ibrət götürə bilməmişik ki. Züleyxa haqlı deyil idi. Sən bunu nə övladlarına təlqin edirsən?
Yəni bir kişi çox gözəl olsa, bir kişi çox görkəmli olsa, hər qadın ona aşiq ola bilər. Deməli, şeytan sancır, dəyərli insanlar. Hətta biz bunu dindən bilirik. Deyim ki, Qur'an-ı Kərimdə bu sitat gətirilir. Elə Qur'an-ı Kərimi düz anlamamağımızın nəticəsidir də. Biz Allahın sözlərini düz anlamadıq. Biz özümüzə müsəlman deyirik, ocaqları gəzirik. Düz anlamamışıq da Qur'anı. Düz anlasaydıq, biz övliyaları, məzarlarını ziyarətgaha çevirməzdik. Övliyaların həyatından ibrət götürərdik. Qarşıda Mühərrəm ayı gəlir. Həzrət Hüseynin dahiyana bir həyatından ibrət götürməkdənsə, yenə başlayacaqlar başlarına vurmağa, yenə başlayacaqlar soyunub qadınların qabağında sinə vurmağa. Nədir? Hüseyin aşiqidir. Düz anlamadınız dini. Düz anlaşılmadı övliyaların, salih insanların həyat tərzi. Çünki şeytan sancıb. Şeytan səni sancıb ki, başına çırpırsan. Zaten səni idarə edən başdır, o başı da sıradan çıxardırsan və beləcə cəhalətcəsinə küçələrdə gəzirsən, hətta müctəhidin belə sənin tayin olmuşdur. Çünki anlaşılmadı din. Allahın mesajlarını düzgün oxumadıq. Düz oxumaq lazımdır, dəyərli insanlar. Şeytan sancıb. Bu o qədər qorxuncdur ki, Allah öz Rəsuluna deyir ki, ey Rəsulum, bunu şeytan sancdığını bilməzsən ha sən. Sən bilməzsən, mənə sığın. Allah özünə tərəf çəkir. Və Allahın Rəsulu hər namazının sonunda şeytanın vəsvəsəsindən, şeytanın sancmasından Allaha sığınırdı. Gün ərzində ən çox dediyi sözlərdən idi. Əuzu billahi minəşşeytanirracim. Və yaxud da ki, buna bənzər bütün əuzularla başlayan sözlər. Bu Allaha sığınmaqdır. Şeytanın səni sancmasından. Elə sancar ki, hiss etməzsən. Bir də aylarsan ki, artıq hər nə gecdir, artıq geridə yol qalmadı. Tərk edə bilmirəm sözləri, elə o da şeytanın sancmasıdır. Və Allah deyir, Rəbbimə sığınıram şeytanların sancmasından. Rəbbimə sığınıram şeytanın yanında tapılmasından. Və əuzu bikə Rabbi ən yahdurun. Allahım, onların mənim yanımda tapılmasından sənə sığınıram. Deməli, şeytan birinci sancır. Zəhəri qanına işləyəndən sonra elə ki, beynində fikir formalaşdı, fikir tam formalaşandan sonra artıq şeytan yanında tapılır, daha sancmır. Elə açıq-aşkar sənə deyir ki, mən şeytanam, səni aldatmışam, gəl dalımca. Bilirsiniz, bu haçan baş verir? Narkotikaya aluda olan, şəraba aluda olan, zinanın toruna düşüb də sonradan etdiyim düz deyil, amma dayana bilmirəm deyən insanlar artıq şeytan onun yanında tapılıb. Yəni şeytanın daha bunu gizli sancmaya ehtiyac yoxdur. Bu bilir kimin yoluna gedir. İndi isə bilə-bilə gəl dalımca. Narkotika bağımlılarını ən son boynuna ip keçirdərək özünə qəsd edəcək yerə qədər aparır və yaxud da ki, zina aludəçisinin sonunda zinasına görə öldürülənə qədər onu bu yolda davam elətdirir. Və digər vərdişlərimiz hamısı elə bunun bir sırasıdır. Siqaretə vərdiş etmək kimi və yaxud da ki, digər haramların hər bir növünə qumar və qeybət və hamısı. Qeybəti bilirik günahdır. Kim bilmir ki, qeybət günahdır? Özün sanki bunu saxlaya bilməyərək deyir. Qeybət etmirəm, söhbət edirəm. Elə bil, qeybət bıçaq götürüb birinin bədəninə dürtməkdir. Qeybət söhbətdir də, hələ söhbətdir. Baxın, dəyərli insanlar, görürsünüzmü? Biz bilərəkdən indi, bax, həyatımıza baxaq. Görün, bilərəkdən biz nə qədər günahı bilə-bilə davam edirik. Hətta bəziləri deyir, mən buna qalib gəlməsi üçün şeytanla anlaşaram. Yəni, şeytanla da razılaşaram, ta ki,
bu fikrim həyata keçsin. Bax, biz bura qədər şeytana uduzmuşuq. Ona görə dəyərli insanlar, şeytanın yollarını tapaq. Şeytanın silahları nədir, nədən ibarətdir? Onları bilək ki, yəni bədənimizə sancı batan kimi bilək ki, bu şeytan olar, ha. Bir uzlaşdıraq, görək həmən vaxtı ağlıma gələn fikirlər məni Allaha aparır, yoxsa məni qəzəbə, kinə, nifrətə aparır. Ona görə dəyərli insanlar, dəyərli ailələr, dəyərli gənclər, hər bir hadisəyə görə ailələri dağıtmayın. Sən bilginən ki, ən böyük iş varı, ən böyük, misal üçün, həyat yoldaşın, nə bilim, sənə ən böyük xəyanəti elədi. Sən bilginən ki, ayrılmaqla o xəyanəti düzəltməyəcəksən. O xəyanəti başqa formada sən də davam edəcəksən və həmən xəyanəti edən ailən də onun üstünə qoyaraq daha bir fəlakətə doğru gedəcək. Nəticə etibarilə ikisi də alov gözləyir və nəticə etibarilə qazanan, gülən şeytan olacaq, qəzəblənən Rəbbin olacaq, Allahın mələkləri olacaq və sizi sevənlər olacaq. Yəni, hər fikir səni haqlı göstərməsin. Sosial şəbəkələrdə o qadın haqları deyilən cəmiyyətlər var, ha. İnanın Allaha, dəyərli insan, bir mütəxəssis kimi, bir həyat təcrübəsi olan birisi kimi sizə deyirəm, onlar hətta, necə deyim, dövlət qurumları olsa belə, onlar hətta deputatlar, nazirlər olsa belə, onların əksəriyyəti, bəlkə də 99% sizi dağıtmaq üçün qurulmuş bir orqanlardır. Sizi dağıtmaq üçün qurulub. Sizi birləşdirmək üçün, sənin haqqını müdafiə etmək üçün qurulmuyub. Sən bilginən ki, səni o adamdan qoruyur ki, o, güya sənin haqlarını qoruyur, o adam səni sevə-sevə könlünə salmışdı. O adam səni yaşatmaq üçün küçələrdə özünü süründürüb də səni yaxşı yaşatsın deyə gələn adamdır, qapına gələn adamdır. O səni sevərək səninlə ailə qurmuşdu. İndi ola bilsin ki, bir şeylər yaşayırsınız. Onun da bir səbəbkarı, bəlkə də elə sənsən və yaxud da ki, ona şeytan daxil olub, şeytan onu azdırıb bir yerdə. Yəni, sənin sevdiyi şeytan azdırıb. Niyə sən onu buraxıb da şeytanın qucağına atırsan ki, al bu şeytanı bundan sonra daha da fəlakətə get. Niyə deyirsən ki? Niyə daha bəzi başqa sevdiklərini belə etmirsən? Təsəvvür et, övladını heç belə etmirsən. Bəs onu niyə etdin belə? Deməli, şeytanı uduzuruq, dəyərli insanlar. Biz şeytanı uduzmaqla ailə bağlarımız dağıldı. Şeytana uduzmaqla Allah ilə aramız korlandı. Biz şeytana uduzmaq ilə insanlığın adı qaldı, dadı getdi. Mətbəximizin dadı getdi, geyimlərimizin həyası getdi. Bütün bunlar şeytana uduzmaların nəticəsidir. Və amma hamımız bunu yaxşı görürük. Bunu sivil həyat görürük, bunu demokratiya görürük, bunu inkişaf görürük. Biz isə günü-gündən uduzuruq. Allah bizə haqqı haqq olaraq göstərsin. Və Allah bizə həmən anda göstərsin ki, bu hansı sancmadır. Onu görmək üçün hökmən öz ambisiyalarından keçməlisən. Sən öz ambisiyalarından, sən öz marağından keçməsən, onu görməyəcəksən. Və heç birimiz də bunu görə bilməyəcək. Və hərəmiz də bir sahədə burada uduzuruq. Allah qorusun. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.